30 gündə Çin dili öyrənirik gün 5. Başlayaq. Öyrəndiyim proqram budur. Proqrama keçid edəndə bunlar görünür. Bu üçün əvvəlcədən etdiyimə görə bugün bunu edəcəm. İndi oxuyacağım bu 3 hekayə əvvəlcədən öyrəndiyim mövzuların təkrarıdır əslində. Birinci mən və Longda mətnini oxudum. Burada bilmədiyim sözlər 朋友 dost deməkmiş, 你方 düyü, 情敌 sevgidə rəqib. Deməli mətn nədən danışırdı? Mən və Longdan danışır. Deyir biz ikimiz dostduq. Mən Çinliyəm, o Amerikalıdır. Mən ingilis dili öyrənirəm, o Çin dili öyrənir. Mən sevirəm çay içməyi, o sevir kola və kofe içməyi. Və axırda gəlir deyir ki, mənim xoşum gəlir Lilidən, 19 gəlir Lilidən və biz ona görə dinləyik. What? Digər mətndə bilmədiyim sözlər lian və zhıdır. Bu proqram elədir ki, bilmədiyiniz sözün üzərinə basanda həmin sözün mənası gəlir, amma ingiliscə. Sonuncu mətnim isə iki dostun sevdiyi qız olan Lili haqqındaydı. Tamamdır. 5-ci günün lüğətini yazıram. Bitdi. Videom diqqətinizi çəkdisə, bəyənib dəstək olmağı unutmayın. Sağ olun.